Salam, Ana Dil Akademiyasının dəyərli izləyiciləri. Bu günləri şifahi xalq ədəbiyyatı ilə bağlı olan sınağa baxacağıq. Uşaqlar, burada daha çox sınaqdan çox sizə həm sınağın izahını verəcəm, həm də ki, burada sınaqda istifadə olunan şifahi xalq nümunələri ilə dərsini əzbərlətməyə çalışacağım. Sizə əsas məqamları qeyd edəcəm. İnsanın daşa heyvana çevrilmə, birinci sual, uyğunluğu müəyyən edin. İnsanın daşa heyvana çevrilmə motivlərindən istifadə olunur. Bu əfsanələrə aiddir. Real zəmində yaranır. Tarixi şəxsiyyətlərlə bağlı olur. Rəvayət. Daha sonra baş qəhrəmanın öz güc iradəsi ilə xeyir şərə qalib gəlir. Nağıl. Hər hansısa bir janrın negişün nəticəsidir ki, bu da məsələlərə aiddir. Əsər əhvalat nəsrlə söylənir və yeri gəldikcə mövzu ilə bağlı şeir parçaları verilir. Bu da dastana aiddir. Doğru cavab B variantı. Uşaqlar, onu da qeyd edək ki, rəvayətlər iki qrupa bölünür. Qəhrəmanlıq, tarixi şəxsiyyətlərlə bağlı olan rəvayətlər, bir də ki, deməli, yerlərlə bağlı olan rəvayətlər. Tomris, Nuh Peyğəmbər belə rəvayətlərə aiddir. Məsələlər isə əsasən hər hansı bir janrdan daha çox lətifədən çıxan yekun nəticə kimidir. Məsələn, Molla Nəsrəddin lətifələrinin birindən çıxan məsələ diqqət yetirək, yorğan davasıdır. Nağıllar üç qrupa bölünür. Məişət nağılları, deməli, sehirli nağıllar, heyvanlar haqqında nağıllar. Məişət nağıllarında xeyrin şər üzərində qələbəsidir. Burada baş qəhrəman öz ağıl və düşüncəsi ilə deməli, qarşısına çıxan problemləri həll edir. Daha sonra sehirli nağıllarda əsasən müəllif qeyd etmək istəyir ki, burada deməli, baş qəhrəman sehirli qüvvələrlə döyüşür, cin, div kimi ona kömək edir, sehirli xalça, sonra Səməndər quşu. Bir də onu qeyd edək ki, Səməndər quşu həm əfsanədir, həm də nağıllardır, sehirli nağıllarda istifadə olunur. Heyvanlar haqqında nağıllar da deməli, heyvanlar iki qrupa bölünür. Xeyri və şəri təmsil edən heyvanlar. Daha sonra nümunə haqqında yanlış fikri müəyyən edin. Dəlilərin bugün dava günüdür. Müxənnət ordusunu talamaq gərək. Uşaqlar, nümunə haqqında yanlış fikir deyir. Amma burada aid olduğu janrın musiqisi, melodiyası olur. Mahnıdır. Bu qəhrəmanlıq nəğməsidir. İlin müxtəlif fəsilləri ilə bağlı olur. Xeyir. Aid olduğu janr, ilin müxtəlif fəsilləri. Aid olduğu janrın. Düzdür. Uşaqlar, deməli burada neçədir? Bir dəqiqə. Aid olduğu janrın bəzən melodiyası, musiqisi olur. Səhv cavabımız budur. Bu musiqiyə aiddir. Aid olduğu janrın deməli, ilin müxtəlif fəsilləri ilə bağlı olur. Bəli. Çünki mövsüm nəğmələri də vardır. Bu qəhrəmanlıq nəğməsi də onun bir növüdür. Aid olduğu janrın nümunələri şifahi ədəbiyyatın ən qədimi janrı sayılır. Düzdür. İkilik və dörtlük şəklində olur. Oxşamadır. Düzdür. Heyvanlarla əkinçiliklə bağlı olur. Bu da ki, holavar və sayaçlardır. Əmək nəğmələrinə aiddir. Holavarlar öküz, xış, sonra öküz, xış, əkinçi ilə bağlıdır. Sayacı sözlər isə əsasən qoyunçuluqla bağlı olandır. Biri digərlərindən fərqlənir. Əfsanələr çox vaxt fantastik xarakter daşımır. Xeyr, əfsanələr fantastik xarakter daşıyır. Bayatılar kövrək, həzin, duyğu, səmimiyyət, məhəbbət, insan könlünün dünyasını əks etdirir və bəzən böyük, bəzən də kiçik həcmlidir. Qodu yağışın yağması üçün oxunur. Mahnılar obyektiv, subyektiv ön plandadır. Səməndər quşu balalarının qanad açıb uçduğunu görəndə sevincdən polad dimdiyi çaxmaqdaşı olan caynağına vurur. Deməli, uşaqlar, biri digərlərini fərqli, ya dördü doğrudur, biri səhvdir, ya dördü səhvdir, biri düzdür. E variantı doğrudur. Qodu yağışın yağması üçün oxunur. Qodu yağışın yağması üçün oxunur, düzdür. Mahnılar obyektiv, subyektiv ön plandadır, doğrudur. Bayatılarda düzdür. Əfsanələr çox və fantastik, xeyr, əfsanələr fantastik xarakter daşıyır. Məsələlər və atalar sözləri üçün doğru fikirləri müəyyən edin. Atalar sözləri məsələlər kimi həm nəzm, həm nəsrlə yazılır.
Atalar sözləri məsələlər kimi hər hansısa janrın yekunu və əvvəli kimi çıxış edir. Xeyr. 2 səhvdir. Atalar sözləri məsələlərdən fərqli olaraq yığcam və bitkin olur. Atalar sözləri məsələlər kimi olan nəsrdən lətifələrlə bağlı olur. Xeyr, 4 də səhvdir. B ilə D zaten ikisi də 3 verilir. 1-3-dür, yəni cavab. Fikirlərdən neçəsi yanlışdır? Sayacı sözlər həm çobana, həm qoyuna müraciətlə oxunur. Uşaqlar, sayacı sözlər çobana müraciət olunmur, qoyuna müraciət olunur. Biri götürürük. Lətifədə yumor, satira və sarkazmla istifadə olunur. Düzdür, 2-ni götürmürük. Tapmaca hərfi mənada anlaşılmır. Düzdür. Nağıllarda baş qəhrəman hər zaman ideallaşdırılır. Səhvdir. Xeyr, hər zaman ideallaşdırılmır. Haqsızlıq, ədalətsizliklə mübarizə məişət nağıllarda mühüm yer tutmur. Xeyr, mühüm yer tutur. 1, deməli 3 dənəsi B variantı. Bayatlıların aid olduğu fikri müəyyən edin. Doğru fikir. Bayatlılar yalnız ayrılıq, həsrət duyğuları əks olunmuşdur. Xeyr, qəhrəmanlıqla bağlı olan bayatlılar da var. Deməli, bax burada qeyd olunub. Duyğu, səmimiyyət, məhəbbət, insan könül dünyası əks etdirən bayatlılar da var. 1 səhvdir. Forma baxımından bayatının müxtəlif növləri mövcuddur. B qalsın. Bayatı həm forma, həm də janr kimi çıxış edir. Bayatının forması, janrı, bayatı janrı var. Bayatı forması deyə bir şey yoxdur uşaqlar. C-də səhvdir. Qafiyyəti bütün misrada həm qafiyədir. A, B, A şəklində qafiyələnir. Yəni bütün misrada həm qafiyə deyil. Həcmcə geniş olan bayatlar dərin mənada istifadə edir. Həcmcə balacadır, 4 misradan ibarətdir. Forma baxımından bayatının müxtəlif növləri mövcuddur. Doğru cavab B-dir. Deməli, forma baxımından doğru fikirləri müəyyən edin. Cütçü əkin biçin zamanı Holavar səsləndirərək öksüə müraciət edir. İş prosesində ona güvəndiyinə söz açır. Doğrudur. Layla və oxşamalar ananın körpəsinə məhəbbəti, övladın gələcəyi ilə bağlı ümid və arzuları əks etdirir. Bu daha çox oxşamaya aiddir, amma yenə də ola bilər ki, qalsın. Rəvayətlər əfsanələrdən fərqli olaraq tarixən baş vermiş, amma əfsanə kimi bəzən fantastik xarakter olması ilə seçilir. Deməli, nağıllar forma etibarilə əsasən 3 yerə bölünür. Doğrudur. Deməli, 1-4. Yanlış fikirdir, deyim. Nağıllar forma etibarilə əsasən 3 yerə bölünür. Forma etibarına yox, uşaqlar, məzmun etibarı ilə. Üzrü sayın, məzmun etibarı ilə 3 yerə bölünür. Deməli, 4 yanlışdır. 1 doğrudursa D variantı da yanlışdır. Rəvayətlər əfsanələrdən fərqli olaraq tarixən baş vermiş. Amma əfsanələr kimi bəzən fantastik xarakter olunur. Xeyr, fantastik xarakter yoxdur. 1-2A variantı. Sonra 9. 8. Sayacı sözlərə aid edilən fikirlərdən biri səhvdir. Çobana yox, qoyuna müraciətlə oxunur. Düzdür. Qoyun, kərə, kürə, xudaq ifadələr işlənir. Düzdür. Bu nümunələr bayatı janrını xatırladır. Bir dəqiqə dağla qalsın. Bu düzdür. Yox, C düzdür. Kəndli həyatının daha qoyunçuluğa böyük əhəmiyyət göstərir. Düzdür. Çoban ailəsinin rifahını təmin edən qoyuna birinci müraciət edir. Onun xeyir və bərəkət gətirməsinə rəğbətlə danışır. C variantıdır uşaqlar. Bayatı janrını xatırlatmır axı. Şifahi xalq ədəbiyyatının epik növünə aid janrlarına aid olduğu doğru fikri müəyyən edin. Əfsanə janrında səməndər quşu balalarını qanad açıb uçduğunu görəndə həm sevincindən, həm də kövrəldiyindən Polad dimdiyini çaxmaq daşında olan caynağına verir. Xeyr, kövrəldiyindən deyə bir ifadə yoxdur. Sadəcə sevindiyindən. Cəmiyyətdəki nöqsatları tənqid edir və yalnız sarkazm istifadə olunur. Xeyr, bu lətvən deyil, amma sarkazm yumor da olur, satira da olur. Nağıllarda reallıq özünü göstərə biləcək xüsusiyyətdir. Haqsızlıq, deməli, reallıq özünü göstərə biləcək xüsusiyyətdir. Nağıllarda reallıq tam olmur axı uşaqlar. Yəni, məişət nağılları sehirli motivlərə yer verilmir. Düzdür. Haqsızlıq, ədalətsizlik, mübarizə məişət nağıllarında mühüm yer tutur.
C variantıdır uşaqlar. Bir dəqiqə deyəcəm necə idi. Məişət nağıllarda sehirli motivlərə yer verilmir. Məişət nağıllarda sehirli motivlərə yer verilmir. Düzdür. E variantıdır. Nağıllarda reallıq özünü göstərə biləcək xüsusiyyətdir. Amma tam göstərmir axı. Çünki nağıllar əsasən belə deyək, xəyal ürünüdür. Haqsızlıq, ədalətsizlik məişət nağıllarında mühüm yer tutmur. Var, amma tam mühüm yer tutmur. Məişət nağıllarında sehirli motivlərə yer verilmir. Doğrudur. Məişət nağıllarında xeyrin şər üzərində qələbəsi. Biri davam etdirə bilməz. Məişət nağıllarında qəhrəmanlar həyatda baş verən real hadisələr təsvir edilir. Qəhrəmanları çox zaman sadə, təvazökar, xeyirxah və fərasətli olur. Doğru cavab B variantı. Davam etdirə bilməz deyir. Yürü sayın. Həyatda baş verən real hadisələr təsvir edilir. Qəhrəmanlar çox zaman sadə, təvazökar və xeyirxah və fərasətli olurlar. Düzdür. Haqsızlıq, ədalətsizlik, mübarizə motivləri mühüm yer tutur. Baş qəhrəman öz gücü iradəsi xeyir şərə qalib gəlir. Belə nağıllarda qəhrəmanlar öz arzusuna çatmaq üçün mübarizə aparır. Dara düşəndə insanlarda köməkləşir. Həyatda baş verən real hadisələr təsvir edilir. Haqsızlıq, ədalətsizliklə mübarizə motivlərinə mühüm yer verilir. Demək uşaqlar, belə bir şeyə baxın, doğru fikri deyir. Burada da məişət nağıllarında qəhrəmanlar həyatda baş verən real hadisələr təsvir edilir. Haqsızlıq, ədalətsizliklə mübarizə motivlərinə mühüm yer verir. Haqsızlıq mühüm yer verilmir axı. Var, amma mühüm yer verilmir uşaqlar. Nağıllarda reallıq özünü göstərə biləcək xüsusiyyətdir. Şifahi xalq ədəbiyyatına epikin haqsızlıq, ədalətsizlik mübarizəsi naşiyyat nağılı mühüm yer tutmur. Var, sadəcə mühüm yer tutmur. Nağıllarda real hadisələr ola bilərdi uşaqlar. Məişət nağıllarında sehirli motivlərə yer verilmir. Məişət nağıllarında baxın, cavab eydi. Bir dənə deyəcəm niyə eydi. Bir dəqiqə uşaqlar. Eydi. Çünki deyir ki, xüsusiyyətdir. Amma bunun xüsusiyyət deyir ki, sadəcə təsvir edilir hansısa real hadisə. Ona görə hansı janr haqqında fikir verilməmişdir. Həm nəzm, həm nəsr şəklində olan bu janr eyni səsin, oxşar səslərin, sözlərin, söz birləşməsi sırasını əvəzlənməsi bu yanıltmacıdır. Məzmun etibarilə əsasən 3 yerə bölünür. Bu nağıldır. Tarixən baş vermiş bu və ya digər şəxsiyyətlərlə bağlı real həyat hadisələrdir. Bu rəvayətdir. Cəmiyyətdə, ailə məişətdə insan xarakter və əməllərinin müşahidə olan nöqsan sözünü, tənqid sözünü gördüsə, bu da lətifədir. Deməli, tapmaca haqqında yoxdur. Ağıllı uşaq nağılı ilə bağlı doğru fikirləri müəyyən edin. Nağılda yalnız bir nəfər yalan danışmır. Xan müdrik qocalardan birini qəsdən kənddə saxladır. Xeyr, uşaqlar, deməli qəsdən kənddə saxlandırılmır. Bu testlərə düşən bir ifadədir. Sadəcə o kişi ya da yaddan çıxmır. Sadəcə o kişi xəstə olduğuna görə, şikəst olduğuna görə onu kənddə qoyub gedirlər. 2 yanlışdır. Deməli B variantı, D variantı, E variantı çıxır. Xan məsləhətçisinin təklifindən sonra kəndi ələ keçirmək üçün hiləyə atır. Xan Əhmədin ondan boyca balaca olduğunu görən kimi ona qəzəblənir. Xeyr, boyca balaca görmür. Aşağıdan yuxarı baxır dəvənin üstündə. Deməli, 4-də yanlışdır. Xan Əhməd almaların sirrini düz deyə bilməsə boynu vurdaracağını deyir. Amma Əhməd razı olsa da əhali razı olmur. Deməli, doğru cavab Xan Əhmədin boyundan boyca balaca olduğunu görən kimi ona qəzəblənir. C
C variantıdır. Yanlış fikri müəyyən edin. Basadın Təpəgözü öldürdüyü boyda Basad, ağıllı uşaq nağılındakı Əhməd kimi qoyun dərisindən istifadə edir. Bəli, doğrudur. Deməli, Basadın Təpəgözü öldürdüyü boyda hansı hissədədir? Onu da deyim uşaqlar. Deməli, Təpəgözlə Basad gedir Təpəgözün yaşadığı Salaxanı qayasına və orada deməli bunlu qoca ilə yapaqlı qoca olur ki, onlara deyir ki, bunun harasındadır da, yəni ətliyi, bu necə məğlub olmaq? Deyir, onun bir dənə gözündə var ət. O da süngünü verir, qızdırır o qoca kişilər və verir Basada. Basad onun gözünə vurur və bu zaman Təpəgöz bir ağrı ilə oyanır ki, gəl görəsən. Daha sonra o gedir qapının ağzında durur və başlayır qoyunları bir-bir çıxartmağa. Bu zaman Basad tez qoyunun birini kəsir və başını dərisindən ayırmadan keçirir üstünə. Daha sonra ağıllı uşaqdakı Əhməd də, deməli, Əhməd gedir şəhərə girməyin yolunu axtaranda, gedir çobanlarının yanına əhvalatı danışır və ondan bir dənə qoyun dərisi istəyir. Deməli, ay doğrudur. Dərdə şagird Əhməd nağılındakı Əhməd də Qanlı Bənövşə əsərində Zərif kimi yuxu görür. Sual vermək məsələsi ağıllı uşaq, dərzi şagird Əhməd, Hikmətin fəziləti üçün oxşarlıqdır. Yalnız ağıllı uşaq nağılında suallara cavab meydanda nağılında Eydə düzgündür, Sara hər ikisi də sevilir. Yalnız ağıllı uşaq nağılında suallara cavab meydanda baş vermişdir. Düzdür, çünki Əhməd deyir ki, mən sadəcə hamı yığılacaq, bütün cəmaət. Mən o şərtlə cavabı deyəcəm. Sual vermək məsələsi ağıllı uşaqda da var. Ağıllı uşaqda da verir sual, dərzi Əhməddə də var. Hikmətin fəzilətində isə yoxdur. C variantıdır. Cahalkar əfsanəsi ilə bağlı yanlış fikir. Alimin cavabı dikbaşlığı hökmdarı səbəbləşdirir. Düzdür. Şah səxavətinin, Firavan saray həyatını qiymətləndirməməsi nankorluq hesab edir. Düzdür. Alim zınqırovlardan icazkar musiqi yaradır. Düzdür. Alimə öz istəyilə 3 gün möhlət verilir. Çətin suallarla alim çıxılmaz vəziyyətdə qoymaq vəzirin fikri idi. Xeyr, vəzirin fikri deyildi. Şahın öz fikri idi. Xan Saray əfsanəsi ilə bağlı uyğunsuzluğu müəyyən edin. Ustanın etirazı onun əllərinin kəsilməsinə səbəb olur. Doğrudur. Usta əməyinin qiymətləndiriləcəyini inandığı üçün sarayı tikir. Bu ehtimal deyil. Doğrudur. 2 səhvdir. Yəni 2-ni götürürük. Maşallah hamısında 2 var. Sonra xan ustanın sənətinə qiymət versə də əməyinə qiymət vermir. Doğrudur. Xan sarayda razı qalır və ustanı alqışlar. Xeyir, yanlışdır. 4-ü də götürürük. Deməli, B, bir dəqiqə uşaqlar, B, E, C, E variantları çıxır. Ustanın səhlənkarlığı onun əllərinin kəsilməsi səbəb olur. Səhvdir, bəli, o da düzdür. Deməli, 1, 2, 4, 1-dən 3-ə baxaq. Ustanın etirazı onun əllərinin kəsilməsinə səbəb olur. Bir də xan ustanın sənət verilməsinə əməyinə qiymət vermir. Xeyr, sənətinə qiymət vermir. Nə də əməyinə qiymət vermir? 3, 2, 3, 4. Cahalkar əfsanəsi ilə bağlı yanlış fikri müəyyən edim. Şah səxavətinin Firavan saray həyatını qiymətləndirməsi nankorluq hesab edir. Düzdür. Alimin geri qaytarılması artıq müşkül bir iş olduğunu görən dəstəli böşqaydır. Düzdür. Şahda olan şahlıq qüruru alimin niyyətini başa düşməyə imkan vermir. C qalsın. Alim karvana qoşulmaq təklifinə şərtli yanaşır. Hökmdar elmə dəyər verdiyinə görə alimi saraya dəvət edir. Xeyr, hökmdar elmə dəyər verdiyi üçün yox. Sadəcə o görür, o alim tanınır. Ona görə. Həm də ki, o binanı tikdirmək istəyirdi də. Ona görə, yəni elmə dəyər verdiyi üçün deyildi. Dərzi şagird Əhməd nağılı ilə bağlı uyğunluğu müəyyən edin. Əhməd atları öz yemləri ilə görə seçir.
Əhməd atları öz yemlərinə görə seçir. Əhməd ustasından heç nə gizlətmir. Xeyr, gizlədir. Yuxunu gizlədir. Uyğunluğu deyirsə 2-ni çıxırıq. Deməli B variantı, C variantı, E variantı və D variantı çıxır. A variantı düzgün cavab. Əhməd yuxudan oyandığına görə ustasına oyatdığına görə acıqlanır. Əhməd yuxusunu heç kimə danışmır. Düz fikirdir, yəni səhv fikir deyil. 4-ü də çıxırıq. Vəzir Allahverdi xan Firəng padişahına qoyduğu şərti yerinə yetirə bilməyəcəklərini anlayıb Şah Abbasın qızını verməyi məsləhət görür. Xeyr, səhv fikirdir. Yəni səhvdən düz yazılıb A variantıdır. Dəqiqə buraya yazım uşaqlar A variantı. Verilən xüsusiyyətlərdən biri lirik növünün heç bir janra aid deyil. Həcmcə kiçik olsa da dərin mənalı fikir əks olunmuşdur. Bu bayatıdır. Vətən müqəddəs. Deməli, bayat haqqında da bunu qeyd edelim ki, bayatı, deməli, buraya yazaq, bayatı. Bayatı. A, B, A şəklində qafiyələnir. 8 hecədən ibarətdir. Bir deməli 4 misra olur. Əsasən deməli vətən haqqında, məhəbbət, ayrılıq, hicran haqqında olur. Belə. Vətən müqəddəsliyini, insana məhəbbət, vüsal, ayrılıq, həsrət. Həcmcə kiçik olsa da, dərin məna ifadə edir, o atalar sözdür, uşaqlar, üzrlü sayın. Vətən müqəddəsliyinin, insan məhəbbəti, vüsalları bu bayatıdır, hikmətli, xalq örnəklərinin yüksək qiymət verilmişdir. Körpəni həm yatıran zaman bu layla Layla ilə oxşamadır. Oxşama ikilik və dörtlük şəklində olur. Layla uşağın yatması, oxşama isə o ananın gələcək uşaq haqqında xəyalları ilə bağlı olur. Onu yuxudan oyatmaq. Xalq qəhrəmanını tərifləyir, onu düşmənlə döyüşü əzm. Bu da qəhrəmanlıq dastanlarında verilən qəhrəmanlıq nəğmələridir. Həcmcə kiçik olsa da dərin məna fikir, bir də hikmətli xalq örnəklərinə yüksək qiymət, hikmətli xalq örnəkləri. Hikmətli xalq örnəklərinə yüksək qiymət verilmişdir. Həcmcə kiçik olsa da dərin məna ifadə olunmuşdur. Atalar sözləridir də. A variantıdır. Siz uşaqlar C variantını sizə buraxıram. C variantı hansı növə aiddir deyə qeyd edirsiniz yorumlara. Yəni şərh bölməsinə. Uyğunsuzluğu müəyyən edin. Simurq quşu həm nağıllarda, həm təmsillərdə istifadə olunur. A variantıdır. Təmsillərdə yox. Əfsanələrdə. Səməndər quşu balalarına qanad açı həm sevincindən, həm kədərindən dim-dim vurur. Aşbaz Abbas aş asmış, asmış dadı az asmış. Yumoristik məzmuna malik, yumoristik məzmundadır, düzdür. Şah İsmail 3 ustadnamə ilə başlayıb Vaqqat Medir, düzdür. Ağıllı uşaq nağılında həyatda baş verir, həyat hadisələr əks olunmuşdur, düzdür. Səməndər quşu balalarını qanad açı əfsanədir. Simurq quşu. Amma bir söz deyim uşaqlar, təmsillərdə ola bilər də. Amma simurq quşu var. Ola bilər. Səməndər quşu görəndə həm sevincindən, həm də kədərindən dimdiyini vurur. Kədərindən dimdiyini vurmur. Bu kitablarda da qeyd olunub. Kitabdan o hissəni sizə əlavədən çəkib göndərərəm. Baxın. Səməndər quşu baxın, səməndər quşu balalarına qanad açıb uçduğunu görəndə sevincindən polan dimdiyini çaxmaqdaşı olan caynağına vurur. Deməli, burada cavab B-dir. Həm əfsanələrdə, həm təmsillərdə, həm nağıllarda olur simurq quşu. Ağıllı uşaq nağılı ilə bağlı səhv fikri müəyyən edin. Xan məsləhətçisinin təklifindən əvvəldə kəndi ələ keçirmək istəyir, düzdür. Qocalar əvvəlcədən bəhanə ilə yığdırmağı xana baş məsləhətçi deyir. Qoca Əhmədə almaların sirrini tapmaqda kömək edir. Düzdür. Xan Əhmədi zindana saldırmaq istəyir, amma saldırmır. Əsərdə yalnız bir nəfər yalan danışmır. D variantıdır. Çünki
Zindana saldırmaq istədiyi bu Əhməd deyil. Ağıllı uşaqdakı Əhməd deyil. Dərzi şagirdi Əhməd burada da saldırır.